Bacı sualda soruşur və deyir ki, bir bacı heyz qusulu vermədən, yəni almadan, amma bitdiyi halda, yəni heyzi bitdiyi halda, amma heyz qusulu verməyib. O, bu üçün səfərdə olub, yolda olub, verə bilməyib. Miqatdan keçərkən niyyətlənib, yəni niyyət edib ümrə ziyarətinə. Və gəlib sonra Məkkədə çatandan sonra qusul alıbdı, sabunsuz bu da qeyd edir və sonra isə gedib tavafını, yəni ibadətlərini tamamlayıb. Bu keçərlidirmi və yaxud da yox? Bəli, biz miqatdan keçərkən, yəni dəstəmaz vacib deyil. Sadəcə əgər biz orada miqatda düşüb niyyət edib sonra namaz qılarıqsa, bu halda bizim üçün bu vacib olar. Amma namaz qılmaq orada vacib deyil. Elə bir şey yoxdur. Sonra biz düşürük ora, ehrama daxil olandan sonra əgər miqatdayıqsa, ehrama daxil olansa 2 rükət meçid haqqı və s. axır və yaxud hansı namazın vaxtısa qılırıq. Amma bacının halında, məsələn, heyz bitibdir, hətta heyzli halda olsaydı belə miqatı keçəndə o niyyətlənir. Niyyətlənir ümrə niyyəti ilə, gəlib çatır Məkkəyə. Əgər heyzi bitməyibsə, gözləyir heyzinin bitməyini. Heyz bitəndən sonra qusul alır və gedir Allahın izni ilə tavafını edir və ibadətlərini bitirir. Bacının halında da heç bir problem yoxdur. Əsas odur ki, gəlibdir, yəni Məkkədə qusulunu alıbdır və sonra isə gedibdir, ibadətlərini bitiribdir. Allah qəbul etsin, Allah daha doğrusunu bilir.